26-cı ildə olan baş vermiş bizə, yəni faciə kimi mən bunu qiymətləndirirəm. Dünən buraxılış imtahanının çətinliyindən danışdıq. Bugün bir abituriyent mənə yazıb xahiş elədi ki, imtahanda yaşadıkları ən böyük problemləri sizə oxuyum. Vallah da billah da Məlikə xanım, biz sizi kimi yaşamırıq. Biz sabah görəsən yol pulu verə biləcəyik tələbə uşağımıza, onu düşünürük biz. Məlikə xanım bu il 130 min nəfər imtahana sənəd verib. Hacı deyirsən, Sən öl. onda imtahanın içinə sıç. Buraxılış imtahanı. Bu qədər narazılıq, bu qədər şikayət və qarşılığındakı açıqlama. Bu il imtahan verənlərin arasında mən də var idim. Sözün düzü imtahanı yaxşı verdiyimi deyə bilmərəm. Hər şagird kimi mən də Azərbaycan dilinə çox vaxt xərcləmişəm və digər fənlərə vaxt ayıra bilməmişəm. Üstəlik evə gəldiyim zaman sualların digər ölkələrdən götürüldüyünü gördüyüm zaman ölkəmizin gələcəyi olan təhsil sisteminin inkişafa yox, statistikaya əsasən uyğunlaşdırılmasının sistemin ən böyük problemi olduğunu gördüm. Keçən ilki buraxılış imtahanları. Bu il hazırlaşanların bir çoxu bu suallar ilə 9 Mart imtahan suallarının heç bir əlaqəsi olmadığını bilir. Bunun olması belə böyük bir problemdir. Hər il keçirilən bir imtahanın çətinlik səviyyəsi ilə oynamaq bizimlə mırtdaşmaqdan fərqsizdir. Fikirləşin bir, siz imtahana hazırlaşırsınız və keçən ilki imtahanlara baxırsınız. Ağlınızda sual tipləri canlanmağa başlayır. Artıq hazırsınız və rahat imtahana gedib belə bir şeylə qarşılaşmaq avtomatik stresə səbəb olur. Bu streslə birlikdə imtahandakı asan sualları belə yaza bilmirsiniz. Nəticədə nə olur? Heç nə. Nə qədər danışsan da, nə qədər etiraz etsən də, bunlar unudulub gedir. Bu sistem dəyişmir. İmtahan sualları çətin ola bilər, amma bu çətinlikdən mənim də xəbərim olmalıdır. 9-cu sinifdən bəri imtahana hazırlaşıram və Dövlət İmtahan Mərkəzi bizə buraxılış imtahanlarının asan olduğunu bildirib. Hətta açıqlamalarında bu ilki imtahanların keçən ilkilərlə eyni olacağını da demişdilər. Bu vədlər hanı? Bilmirik. Gördüyümüz mənzərə həqiqəti əks etdirmir. Təhsil sabit bir şəkildə ilerleyen bir şey değil. Bunu bilirik. Dəyişikliklər olmalıdır. Amma bu dəyişikliklər inkişafa doğru olmalıdır. Geriyə yox. Olsa belə bizim xəbərimiz olmalıdır. Çıxın sosial şəbəkə hesablarınızda bunu bildirin. Falan vaxtı imtahan çətin olacaq. Bunu demək çətin bir şey değil. İmtahana hazırlaşarkən minlərlə sual işləyirik və normal olaraq bu suallar Azərbaycanda keçdiyimiz sistemə uyğundur. Mən bu günə qədər hər hansı bir ölkənin olimpiyadasında keçirilmiş sualı öyrənmək məcburiyyətində deyiləm. Mən bu ölkədə yaşayıram, bu ölkədə təhsil almışam və normal olaraq imtahanda da bu sualları gözləyirəm. Amma aldığım nəticə aha budur. Hər şeyi kənara qoyub baxsaq, bizi əsas sual qarşılayır əslində. Niyə belə oldu? Bu il 130 min nəfər buraxılış imtahanına sənəd verib. Özümüzü aldatmayaq. Bu qədər uşağı qarşılayacaq universitet olsa belə, bu qədər uşağa iş verəcək nə şirkət var, nə müəssisə. Bu uşaqların minlərləsinin içimə qarşı çöldə qalacağı bəlli idi. Ən azından şükür etməliyik. İmtahanı belə edərək bizi diplomlu işsiz etməkdən xilas etdilər. Yəni, sağ olsunlar. Bilirəm dostlar, bu videoda biraz qısa oldu çünki normal olaraq bloka hazırlaşıram. Bloka hazırlaşan hər kəsə uğur və səbir diləyirəm çünki çox çətin olacaq blok, yəni bu statistika, nəticələr falan hər şey bunu göstərir. Ümid edirəm ki ballar aşağı olacaq, hər kəs istədiyi yerə qəbul ola bilər. Videolar gəlməyə davam edəcək yaxın zamanda, ancaq nə qədər uzun və nə qədər sıx ataram bilmirəm. Çünki bloka daha çox üstünlük verəcəm. İmtahana 2-3 ay falan qalıb bilmirəm. Özünüzə yaxşı baxın, bloka səbirlə hazırlaşın. Ümid edək ki hər şey yaxşı olacaq. Bomba. Bir dedi